Əziz izləyicilərim, bugün mən sizə insulinlərin saxlanılması və vurulması qaydalarından danışacağam. Belə ki, insulinlər günəş altında, isti yerdə saxlanılmamalıdır, nəm yerdə də saxlamaq olmaz. Onları qızdırmaq və yaxud da dondurmaq olmaz. İsti havalarda, yəni günəşli havalarda siz insulini soyuducunun qapı hissəsində qoya bilərsiniz və istifadədən 15 dəqiqə öncə çıxarıb sonra istifadə etməlisiniz. İnsulinləri soyuq halda istifadə etmək həmin nahiyənin zədələnməsinə səbəb olur. İnsulinlər vurulmazdan öncə gigiyenik qaydalara əməl olunmalıdır. Ən çox edilən səhvlərdən biri ucuq iynələri ilə bağlıdır. Belə ki, ucuq iynələrini 2 dəfədən artıq istifadə etmək olmaz. İnsulinlərin vurulma yeri göbək ətrafı, qol, but və sarğı nahiyəsidir. Dəri altına vurulmalıdır və insulini vurduqdan sonra yerini ovmaq olmaz. Bir də insulini vurduğunuz yerləri tez-tez dəyişmək lazımdır. Daimi eyni yerə insulin vurulması yenə də həmin nahiyədə müəyyən narahatlıqlar yaradır. Belə ki, sizin dilinizcə desək, burada düyünlər əmələ gəlir. Ona görə də və ya çökmələr ola bilər. Yəni, lipodistrofiyalar inkişaf edir və burada həmin insulin vurulan yerlər tez-tez yoxlanılmalıdır. Düyünlər hiss etdiyiniz zaman həkimə müraciət etməlisiniz və ya həkimə müraciət edilən zaman həmin hissədə düyünün olduğunu məlumat verməniz vacibdir.